Peterin 1-ci məktubu. 5-ci fəsil. Allahın sürüsü. Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm. Zuhur eləyəcək izzətə də şərikəm. Sizə yalvarıram. Allahın sizə həvalə elədiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazancı həris olmadan həvəslə nəzarət eləyin. Sizə tapşırılanlar üzərində ağalıq eləməyin. Əksinə, sürüyə nümunə olun. Baş çoban zühur elədiyi zaman siz solmayan izzət tacı alacaqsınız. Eynən siz də, ey gənclər, ağsaqqallara tabi olun. Hamınız bir-birinizə itayətkarlıq göstərin. Çünki Allah məğrurlara qarşıdır, itayətkarlara isə lütf göstərər. Allahın qüdrətli əli altında özünüzü aşağı tutun. Onda Allah sizi vaxtı çatanda ucaldacaq. Bütün qayğı yükünüzü ona ötürün, çünki o sizin qayğınıza qalır. Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildiyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı qardaşlarınız da eyni cür əzab çəkirlər. Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah özü sizi bərpa eləyəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. Qüdrət əbədi olaraq onun olsun. Amin. Cəmiyyətə salamlar. Bu qısa məktubu etibarı saydığımız qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət elədim ki, Allahın həqiqi lütfu budur. Ona bağlı qalın. Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır. Bir-birinizi məhəbbətlə öpərək salamlayın. Məsihdə olan hamınıza sülh olsun.